Qazaxda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Hadisə rayonun Nəriman Nərimanov qəsəbəsində qeydə alınıb. Belə ki, 4 nəfər zəhərlənmə diaqnozu ilə Qazax rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Məlumata görə onlardan ikisi az yaşlıdır. Zəhərlənən şəxslərə dərhal lazımi tibbi yardım göstərilib. Hazırda tibb müəssisəsində həmin şəxslərin müalicəsi davam etdirilir. Qazax rayon mərkəzi xəstəxanasına 2 qadın cinsli, 2 kişi cinsli 4 nəfər dəm qazından zəhərlənmə şübhəsi ilə müraciət etmişdir. Onlara hər birinə zəruri yardımlar göstərildi. Qeyd edim ki, onların ikisi az yaşlıdır. Hal-hazırda müalicə Qazax rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.